Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Sevda Sənəliyevanın TikTok canlı yayımında səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bildirilir ki, ifaçı canlı yayım zamanı izləyicilərindən birinin ünvanladığı suala əsəbi şəkildə reaksiya verib. O, heç kimdən asılı olmadığını vurğulayaraq bütün həyatını özü qurduğunu bildirib. Hər şeyimi qurmuşam, işləməsəm belə heç kimə ehtiyacım yoxdur, tək qadın kimi heç kəsdən kömək ummuram, övladlarımı da özüm böyüdürəm. Sənətçi haqqında səsləndirilən sponsor iddialarına da münasibət bildirərək bu cür fikirlərin yol verilməz olduğunu deyib. O, insanları tanımadan belə ittihamlar səsləndirməyin düzgün olmadığını qeyd edib və həm dindar şəxslərin, həm də müğənnilərin adının ləkələnməməsini istəyib. Sevda Sənəliyeva hazırda efirlərə çıxmamasının səbəbini də aydınlıq gətirir. Onun sözlərinə görə bu şəxsi seçimdir və yeni mahnıların hazır olmasını gözləyir. Müğənni əlavə edib ki, televiziya proqramlarındakı qalmaqallar səbəbindən efirdən uzaq durmağa üstünlük verir. İfaçı gündəlik həyatından da danışaraq vaxtının böyük hissəsini ev işlərinə sərf etdiyini, yemək bişirib ev qayğıları ilə məşğul olduğunu bildirib. Canlı yayım zamanı səsləndirilən bu fikirlər qısa müddətdə sosial mediada viral olub və müxtəlif reaksiyalar doğurub.